herkese Şəfanın bir günündən hello babylər. Deməli, bu günləri səhər saat 8-də oyandım. 9-da balaca bir proses var idi, prosedur var idi. Mədəmlə bağlı Instagram storylərimə baxanlar gülməkdən ölüblər. Niyə? Çünki anestezi olandan sonra oyananda ağzıma gələn danışmışam. Ağzıma gələn danışmışam, çox qəşəng. Prosta utandım da, yəni onları görəndə. Neyse, demək olar ki, biraz olar gəldim evə. Dedim biraz dincəlim, ondan sonra işə getməliyəm. Axşam ad günü var. Ora getməliyəm. Hello. Gedirəm işə. Özümə gəldim. Hər şey halladır, bomba da süperdir. Yoldayıq. Ki işdən video gözləyirdiniz, amma heç bir şey çəkə bilmədim. Biraz baş qarışıq oldu. Plus da ki, buradakı bilirsiniz də bəzi yerlər qəbul eləmir kamera ilə işləyəndə kameranı göstərəndə müştəri də qəbul eləmir. Nəysə, işdən çıxdıq. İndi isə ad gününə gedirik. İndi yoldayam, gedirəm podrugalar. Gəldim, çatdım, amma xanımlar hələ işdədilər. Bir 5-10 dəqiqə də onu gözləyək. Maşın da çoxdan üstə axı. İşte Yüngülvari makyaj elədim. Mən niyə hər dəfə unuduram? Beyaz gömlek yok. Still, I don't understand, like, what... No. Maybe with the, Yeməkdən sonra I don't know. It's özü not- düzəldi. We'll put the Wi-Fi on after. And I also use organic whipped cream. Yes, if you go to a supermarket Yeah. and you're going to buy cream for whipping cream, it's not pure whipping cream. It's got thickeners and other things so that they Sizə bayaqları videoda göstərdiyim old couple, yəni yaşlı cütlük. Mən onları təsadüfən burada tanımışam. Biraz köməyə ehtiyacları var idi mən tanıyanda, yəni başlarına bir iki hadisə gəlmişdi. Ondan sonra biz bir-birimizlə danışmağa davam elədik. Bir dəfə onlar məni evə dəvət elədilər. Daha mən özümü evlərinə dəvət elətdirdim. Bu ikinci dəfə idi gəlməyim və özü zəng elədi ki, bəs şeydir. Bu bazar gününün işin yoxdursa gəl bizə. Neysə gəldim. Onları çox sevirəm. Çox qəşəng, çox şirin adamlardılar. Evlərini göstərəcəm. İçəridə çox video çəkə bilmirəm, amma özlərinə demişəm ki, bəs şeydir də. Balaca mən xoşlayıram da video şəkil falan çəkməyi. Hoşum. Kanadada bir ailəmiz oluyor. Səhv eləmirəmsə bu pəncərə onların evinə baxır. Nədir və kirayə qalırlar, tək yaşayırlar. Bir dənə oğlanları var, o da Londonda yaşayır. Təsəvvür elə, xanımın 89, bəyin 88 yaşı var. Qarışdırmışam, xəbərimiz var. Güya bu dünənin vloquydu. İndi isə next day, ikinci, yəni növbəti gündür, bazar günüdür və işə gedirəm. Onlardan çıxdım,